Bəli, dəyərli izləyicilər, indi məhz Prezident İlham Əliyevin Şarm-əl-Şeyxdə sammitdə iştirakı ilə bağlı danışacağıq. Bu çox önəmlidir. Həm əlbəttə ki, yaxın şərqdəki sülh baxımından, həm də Azərbaycanın bu sülhdə, bu müzakirələrdə rolu baxımından təhlillərimiz olacaq. Həm söhbətimiz isə Milli Məclisin üzvü Elçin Mirzəbəylidir. Elçin bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir, xoş görürük. Hər vaxtınız xeyir olsun. Elçin bəy, bizim üçün maraqlıdır Prezident İlham Əliyevin məhz bu sammitdə iştirakı regional və beynəlxalq əlaqələrdə hansı yeni imkanlar yarada bilər ki, hansı yeni imkanlar da yaradacaq? Təşəkkür edirəm. Çox maraqlı sualdır və bir detallı diqqətinizə çatdırım ki, ümumiyyətlə bu sammit dünyanın ən uzun müddətli münaqişələrin həll olunması ilə bağlı keçirilən sammitin özü təkcə bir neçə ilin yaxın dövrün hadisəsi deyil, bəlkə də son 100 ilin ən böyük hadisələrindən biridir və nəticə etibarilə belə bir zirvə toplantısına Azərbaycan prezidentinin dəvət olunması bəllidir ki, məhdud sayda dövlət başçıları dəvət olunublar. İlk növbədə cənab prezidentin liderlik keyfiyyətlərinə verilən xüsusi diqqət və Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirdiyi siyasətə münasibətdə sərgilənən bir davranışdır. Bəlli olduğu üçün son bir ay ərzində ölkəmizin başçısı 4 müxtəlif yüksək səviyyəli zirvə toplantısında iştirak edib və bu toplantıların hər birində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları Azərbaycan prezidenti ilə öz təşəbbüsləri ilə görüşüblər və müxtəlif formatlarda müzakirələr aparılır və təbii ki, bu da ölkəmizə olan ilk növbədə diqqətin göstəricisidir. Nədən qaynaqlanır bütün bu faktorlar? Evvela qeyd edeyim ki, Azərbaycan uzun illər boyu işğala məruz qalan bir dövlət kimi beynəlxalq hüququn norma və prinsiplərindən ardıcıl və sistemli şəkildə çıxış edərək problemin sülh yolu ilə həlli üçün əlindən gələni əsirgəməyib. Eyni zamanda bu prosesin baş verdiyi bir zaman kəsiyində, olduqca çətin bir dövrdə bütün yaranan maneələrə və problemlərə baxmayaraq ölkə iqtisadiyyatını inkişaf etdirib, Azərbaycan enerji resurslarının diversifikasiyası istiqamətində ciddi addımlar atıb, ölkənin eyni zamanda nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində ciddi addımlar atıb və nəticə etibarilə dünyada özünü məsuliyyətli bir ölkə kimi, məsuliyyətli bir aktor kimi təsdiq edib. Paralel olaraq biz davamlı olaraq ötən zaman kəsiyində ölkəmizdə humanitar forumların keçirildiyinin və eyni zamanda sülhün təşviq olunduğunun, xalqlar arasında dostluq tellərinin yaradılmasının şahidi olmuşuq. Azərbaycan mədəniyyətlər arası qarşıdurma tərəfində deyil, mədəniyyətlər arası barışıq və dostluq müstəvisində dayanaraq hər zaman bunu təşviq edib. Və son olaraq da təbii ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq əldə etdiyi nəticə, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi bütövlükdə Cənubi Qafqaza bir sülh gətirib və eyni zamanda Azərbaycan çox nadir ölkələrindəndir ki, bəlkə də tarixdə rast gəlinməyən ölkələrdəndir ki, işğala məruz qaldığından, işğala öz gücü ilə son qoymağına baxmayaraq dərhal sülh təşəbbüsü ilə çıxış edib və Azərbaycanın sülh təşəbbüsləri də nəticə etibarilə öz töhfəsini verir. Bu aspektdən də bugün sülhdən danışmağa və bəşəriyyətin gələcəyindən danışmağa ən çox haqqı çatan Azərbaycan və təbii ki, Azərbaycanın lideridir. Eyni zamanda Azərbaycan xarici siyasətdə həmişə balanslı yanaşma həyata keçirir. Burada biz eyni zamanda İran və İsrail amilini də nəzərə alsaq, hər iki ölkə ilə münasibətlərimizi normal adlandıra bilərik. İsraillə isə əməkdaşlığımız daha dərindir. Bu mənada yaxın şərqdə sülh sammitində iştirakı Azərbaycanın həmçinin də bir qədər də bu kontekstdən dəyərləndirməlidir deyə düşünürəm. Təbii ki, prosesin özünə çox ciddi töhfə verəcək. Çünki bəlli olduğu kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və təşkilat çərçivəsində də humanitar təşəbbüslərlə çıxış edib və təşkilatın möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıb. Eyni zamanda ölkəmiz Bandung prinsiplərinin müdafiəçisi kimi çıxış edir və qoşulma hərəkatının fəal üzvlərindən biridir ki, Azərbaycanın təşəbbüsləri ilə məhz humanitar kontekstdə qaldırılan məsələlər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xüsusi iclasının çağırılmasına qədər gedib çatır. Nəticə etibarilə ölkəmiz artıq uzun müddətdir ki, orta güc faktorundan istifadə edərək dünyada sülhün və əmin-amanlığın
deməli çağırışçısı kimi çıxış etməkdədir. Yəni təbii ki, bu faktor bir daha indiki şəraitdə Azərbaycanın baxış bucağının nədən ibarət olduğunu ortaya qoyur. Digər tərəfdən də siz özünüz də vurğuladınız ki, Azərbaycan özü uzun illər işğala məruz qalan ölkə olub. Bu mənada Azərbaycanın bu təcrübəsinin bölüşdürülməsi baxımından iştirakı çox önəmlidir, elə deyilmi? Tamamilə doğrudur. Həm Qəzzanın yerindən qurulması, bərpası olsun, həm ümumilikdə bu işğaldan post-münaqişə dövründəki Azərbaycanın siyasəti olsun. Tamamilə doğru vurğulayırsınız. Daha öncə deməli söylədiklərimə qayıdaraq Azərbaycanın faktiki olaraq prosesin bütün iştirakçıları ilə normal münasibətli olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. Siz bir hissəsini vurğuladınız, yəni eyni zamanda İsraillə, Birləşmiş Ştatlarla, Qərblə, Şərq, Cənubla, Şimal arasında Azərbaycan faktiki olaraq körpü funksiyasını yerinə yetirir və bu körpü barışdırıcı bir körpüdür. Eyni zamanda təbii ki, Azərbaycanın əldə etdiyi nəticələr, xüsusilə də post-münaqişə dövründə atdığı addımlar Qəzzanın bərpa olunması prosesində də istifadə oluna bilər. Ölkəmizin bu istiqamətdəki böyük təcrübəsi prosesin daha sürətlə həyata keçirilməsi üçün öz töhfəsini verə bilər. Eyni zamanda əldə olunan sülh, yəni nəticə etibarilə müharibədən sonra aparılan danışıqlar Azərbaycanın bu prosesdəki obyektiv, ədalətli mövqeyi, prinsipial mövqeyi, beynəlxalq hüquq normalarına üstünlük verməsi və öz milli maraqlarını ortaya qoyması nəticə etibarilə bütün münaqişələrin həllində birbaşa olmasa da təsir mexanizminə malikdir və təcrübə kimi istifadə oluna bilər. Bu aspektdən təbii ki, Azərbaycan şübhəsiz ki, həm də prosesdə böyük töhfə verəcək bir ölkə kimi sammitə dəvət alıb. Elçin bəy, biz indi sizlə müzakirə apardığımızda paralel olaraq bir neçə yerdən canlı görüntüləri də ekranlarımıza gətiririk. Məhz biz görüntülərimizdə həm əsirlərin geri qaytarılması ilə bağlı məqamları vurğuluyuruq. Digər tərəfdən Misirdən də canlı görüntülərimiz var. Mən ilk olaraq istəyirəm ki, məhz İsrail tərəfindən azad edilən Fələstinli məhbuslarla bağlı olan görüntülərimizi böyük ekrana gətirək. O mənada ki, artıq Qəzza və Ramallaha qayıdırlar həmin əsirlər. Eyni zamanda Əl-Cəzirənin də xəbərində son olaraq qeyd olunur ki, Fələstinlilər məhbusları qarşılamaq üçün Qəzzadakı Nəsir xəstəxanasının qarşısına toplaşıblar. Ən son məlumatlara görə 10 minlərlə Qəzzalı məhz azadlığına qovuşan Fələstinli əsirləri qarşılayır və biz burada həmin o sıxlığı da görürük. Eyni zamanda vurğulamaq da yerinə düşər ki, İsrail paralelində həmçinin də həmin o əsirlərin nəşləri var. Onların da nəşlərini geri qaytarılması ilə bağlı söz verir və bu sülh çərçivəsində, atəşkəs çərçivəsində bu da baş verəcək deyə qeyd olunub. Hazırda azad olunan Fələstinlilərdən 154 nəfər deportasiya olunmaq üçün Misirə göndərilib. Ümumilikdə isə 1900-dən çox Fələstinli məhbusun İsrail tərəfinə sərbəst buraxılması nəzərdə tutulub. Onu da vurğulamaq yerinə düşərdi. Əlbəttə, xəbərlər yenilənməkdədir. Həm Həmas tərəfindən bütün əsirlər qaytarıldı. Günün ilk saatlarında əlbəttə ki, İsrailli əsirlərin sayı daha az idi. Cəmi 20 nəfərli. Onların sağlam şəkildə geri qaytarma görüntülərini biz təqdim etdik. İndi isə məhz Həmasın əsirləri də İsraillilər geri qaytarılır. Həmas bugün 4 İsrailli girovun meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək. Bu barədə məlumat da var. The Times of Israel'in məlumatıdır və artıq həmin girovların adları da açıqlanıb və qeyd edək ki, bugün Həmas isə girovluqda olan bütün sağlam şəxsləri buraxdı. Artıq bir daha qeyd edək. İndi isə digər ölmüş şəxslərin meyitlərini də verəcək deyə məlumat yenilənib. Biz müzakirəmizə davam eləyə istəyirəm Elçin bəy və müzakirəmiz getdiyi vəziyyətdə də onu da qeyd edeyim ki, biz canlı kadrları da verməyə davam eləyəcək. Çünki həmçinin Şərm-əl-Şeyxdən də görüntülərimiz var, canlı görüntülər. Onları da ekranlara gətirəcəyik. Azərbaycan prezidentinin məhz bu samitdə iştiraki məsələsi üzərində danışırıq. Əlbəttə ki, Azərbaycan öz təcrübəsini bölüşməsi və eyni zamanda Azərbaycan artıq regional gücdən qeyri-ziyadə həmçinin də müxtəlif ərazilərdə, önəmli proseslərin baş verdiyi ərazilərdə sülh üçün qərar verən, müzakirə aparan önəmli bir tərəflərdəndir. Çünki 20-yə yaxın ölkənin lideri dəvət olunubsa, burada ən önəmli şəxslər içərisində Azərbaycan prezidenti də var və Azərbaycan prezidentinin fikri də çox önəmlidir. Bu mənada müzakirələrdə Azərbaycan tərəfindən iştirakı, həmçinin də bayaq da danışdıq bir qədər, istəyirəm daha da geniş danışaq, balanslaşdırıcı təsir göstərir, elə deyilmi? Çünki Azərbaycan bu münaqişə dönəmində nə qədər İsraillə yaxın əməkdaşlığı olsa da, amma hər dəfəsində ikili dövlətin yaradılmasının vacib olduğunu dilə gətirdi. Bizim üçün açıq bir mövzu var və bu Azərbaycan
torpaqlarının işğal altında olduğu zaman kəsiyində də daha sonraki prosesləri özünü sistemli şəkildə biruzə verib. Yəni Azərbaycan dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin, toxunulmazlığını əsas götürür və eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir. Bugün dünyada baş verən proseslərdən BMT Təhlükəsizlik Şurasının təhlükəsizlik mexanizmlərinin tətbiqindəki problemlərindən və s. asılı olmayaraq beynəlxalq hüququ və onun prinsiplərini əvəz edəcək heç nə yoxdur. Nəticə etibarilə bu yanaşma tərzi əslində Azərbaycanın dünyada baş verən proseslərə, o cümlədən Fələstin-İsrail münasibətlərinə də obyektiv bir mövqedən yanaşmasını təmin edir və buna görə Azərbaycana qarşı kimsə hansısa prinsipial bir mövqe bildirmək imkanında olmur. Çünki yanaşma tərzi obyektiv və ədalətlidir. Azərbaycan Fələstinə dəfələrlə bildiyiniz kimi humanitar yardım göstərir. Son olaraq Qəzzadan olan tələbələrin Azərbaycan universitetlərinə təhsil almasının təmin edilməsi də əslində ölkəmizin prosesə yanaşmasını sübut edən faktorlardan biridir. Və bunun içərisində çox önəmli bir mesaj var. Yəni, təhsil həm də gələcəyin inkişafın açarıdır və bu problemlərin bir çoxunun həlli insanları maarifləndirməklə, barışa, sülhə təşviq etməklə, birgə yaşayışa tətbiq etməklə həll etmək mümkündür. Və nəhayət ki, İsrail xalqı da, Yahudilər də, Ərəblər də, Fələstin xalqı da eyni bölgədə davamlı olaraq yanaşı yaşamağı bacarmalı və bu istiqamətdə addımlar atmalıdırlar. Azərbaycanda keçirilən görüşlər, dialoq formatında ölkəmiz bildiyiniz kimi bir çox ölkələrin liderlərinin, hərbi liderlərinin ölkəmizdə bir araya gəlməsinə eyni zamanda yardım göstərir. Platforma əslində sıradan bir məsələ deyil. Bu, ölkəmizin nə qədər etimadlı bir dövlət olduğunu təsdiqləyən faktorlardan, eyni zamanda Azərbaycan liderinin qlobal geosiyasi proseslərdə balans yaradıcı bir faktor kimi çıxış etməsindən irəli gəlir. Yəni, biz daha öncə bunun sıradan bir hadisə olmadığını vurğuladıq. Yəni, bu bir gün içərisində baş verən bir yanaşma tərzi deyil. Bu keyfiyyətlər, bu faktorlar, bu aparılan siyasət addım-addım hissə isə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsinə nəticə etibarilə gətirib çıxarıb və bugünkü sammitdə onun bariz təzahürü hesab oluna bilər. Elçin bəy, bu yaxınlarda bir çox önəmli tədbirlər keçirildi. BMT Baş Assambleyasının görüşü oldu, Avropa Siyasi Birliyinin toplantısı keçirildi. Digər tərəfdə əlbəttə ki, Qəbələdə Türk Dövlətləri Təşkilatının önəmli bir tədbiri var idi. Daha sonra biz MDB dövlətlərinin tədbirini gördük. İndi də məhz Yaxın Şərqlə bağlı sülh sammiti və Azərbaycanın bütün bu platformalarda yaxından iştirakı onun həmçinin imecinə hansı formada təsir göstərir və bundan sonra biz danışırıq regional güc Azərbaycan və eyni zamanda Azərbaycanın orta güc kimi funksiyası, balanslaşdırıcı məsələsindən danışırıq. Biz bunları həmçinin Yaxın Şərqin bizə yaxın region olduğu üçün danışırıq. Amma artıq Azərbaycanın adını çəkdiyim platformalarda çox yaxşı formada iştirakı və oradakı önəmli təmaslar. Bu sadəcə olaraq regional və yaxud ki, yaxın regionlarla bağlı deyil, elə deyilmi? Ümumiyyətlə, bütün regionlarla bağlı biz bu təhlilləri apara bilərik. Tamamilə doğru vurğuluyursunuz. Əslində siz də qeyd etdiniz. Ən müxtəlif platformalarda Azərbaycan lideri iştirak edib və bütün çıxışlarında, fikirlərində yalnız sülh mesajları ilə və eyni zamanda dünyada mövcud olan təhlükəsizlik problemlərinin optimal həlli ilə çıxış yollarını göstərib. Və həm BMT Təhlükəsizlik, BMT Baş Assambleyasında keçirilən görüşdən də Avropa Siyasi Birliyinin toplantısında, həm də digər toplantılarda gündəlik əsasən dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi ilə bağlı olub və təsadüfi deyil ki, bütün bu toplantılarda Azərbaycan lideri məhz Azərbaycanın təcrübəsindən çıxış edərək proseslərin inkişaf istiqamətlərini, yollarını nişan verib. Təbii ki, Azərbaycan əslində siz qeyd etdiyiniz nəticə etibarilə bu proseslər Azərbaycanın nüfuzuna necə təsir göstərəcək? Əslində, Azərbaycan artıq beynəlxalq müstəvidə də öz nüfuzunu formalaşdırıb və bugünə qədər həyata keçirilən siyasət, Azərbaycanın məsuliyyətli davranışları ən kritik hallarda belə dialoq formatına üstünlük verməsi ölkəmizin imicinin beynəlxalq müstəvidə formalaşdırılması faktorlardan biridir. Artıq bu imicin daha da möhkəmləndirilməsi istiqamətində biz ciddi bir
addımların atıldığının şahidi oluruq. Azərbaycan dünyanın çox nadir ölkələrindəndir ki, faktiki olaraq bütün qütblər tərəfindən strateji tərəfdaş kimi qəbul olunmaqdadır. Diqqət yetirsək, Birləşmiş Ştatlarla Azərbaycan arasında bəlli olduğu kimi artıq strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlıq prosesi gedir. Çinlə bizim eyni bənzər müqaviləmiz var. Türkiyə ilə Azərbaycanın Şuşa bəyannaməsi var. Bildiyiniz kimi bu da strateji müttəfiqliyin ən yüksək formalarından biridir. Rusiya ilə Azərbaycanın bu istiqamətdə strateji müttəfiqliyi var və eyni zamanda Mərkəzi Asiyanın dost dövlətləri ilə, Pakistanla və digər çoxsaylı dövlətlərlə, Avropa İttifaqına üzv olan çoxsaylı dövlətlərlə Azərbaycanın deməli nəticə etibarilə çoxsaylı tərəfdaşlıq müqaviləsi var. Bunun əsasında nə dayanır? Yəni, prinsip etibarilə ilk baxışda ən müxtəlif qütblərlə çox vektorlu bir siyasətin yürüdüldüyünün şahidi oluruq. Bunun əsasında dayanan faktor birinci növbədə Azərbaycanın dünyadakı proseslərə qarşılıqlı faydalı maraqlar kontekstindən yanaşmasıdır. Azərbaycanın yalnız prosesin daha da irəliyə doğru aparılması üçün prosesin özünə töhfə vermək niyyətidir və təbii ki, Azərbaycan liderinin yalnız və yalnız Azərbaycanın milli maraqlarının çıxış edərək müstəqil surətdə siyasət yürütməsidir. Və bu nəticə etibarilə mövcud mənzərənin formalaşmasına zəmin yaradır. Heçmə, siz strateji maraqlardan danışdınız. Bu da önəmlidir. Misirdə Azərbaycan hansı strateji maraqlarını müdafiə eləyəcək və digər tərəfdən burada əlbəttə ki, diplomatik yollardan da istifadə olunacaq. Bu mənada nələr dəyərləndirə bilərsiniz? Prinsip etibarilə bəlli olduğu kimi hal-hazırda söhbət Fələstin probleminin son nəticədə həllindən gedir. Hər iki tərəf bizim üçün deməli, ortaq dəyərlərin daşıdığı deməli, ölkələr və xalqlar da Azərbaycanda yəhudilər yaşayırlar və uzun illərdən bəri eyni zamanda Azərbaycanla İsrailin kifayət qədər yaxşı münasibətləri var. Yəni, bir-biri ilə uzun illər dişən müxtəlif sahələrdə əməkdaşlıq quraraq inkişaf etdiriblər. Fələstin xalqı eyni zamanda bütövlükdə İslam dünyası bizim üçün doğmadır. Biz həm də bu mədəniyyətin daşıyıcısıyıq. Təsadüfi deyil ki, Azərbaycan bayrağı üzərindəki rənglərdən biri də məhz İslam mədəniyyətini ifadə edir. Bu kontekstdən təbii ki, biz bölgədə sülhün və əmin-amanlığın təmin olunmasında maraqlıyıq. Azərbaycan artıq dünyanın müxtəlif istiqamətlərinə və qütblərinə açılmaqdadır və bu proses təkcə Avrasiya qitəsini əhatə etmir. Eyni zamanda ölkəmizin Afrika istiqamətində, Cənubi Amerika istiqamətində də ciddi diplomatik addımlar atdığının şahidi olub. Nəticə etibarilə ölkəmizin tərəfdaşlarının sayını artırır və eyni zamanda Azərbaycanın ən müxtəlif müstəvilərdə qlobal proseslərin aktiv oyunlarına çevirir. Təbii ki, qlobal proseslərdə aktiv oyun isə, aktiv oyunçu olmaq isə ölkəmizin maraqlarının bütün platformada qorunmasına və tərəfdaşlarının sayının artmasına gətirib çıxarır. Yeni dünya düzəni formalaşır və Azərbaycan da bu yeni dünya düzəninin formalaşması prosesində ən fəal addımlar atan və obyektiv mövqe sərgiləyən ölkələrdən biridir. Önəmli məsələlər toxundunuz. Eyni zamanda bu samit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də önəmli təmasları oldu. Ən azından bugün ərzində biz bir neçə təması gördük və çox səmimi şəkildə Prezident İlham Əliyev qarşılandı və Viktor Orbanla səmimi bir qarşılanma, görüşmə oldu. Daha sonra Şahbaz Şəriflə, bəli. Eyni zamanda bir ayaqüstü Nikol Paşinyanla da söhbətləşdi Azərbaycan Prezidenti. Bu mənada bu ayaqüstü görüşlər, salamlaşmalar əlbəttə ki, bir qədər də diplomatik müzakirələrdən kənarda danışsaq, həmçinin də Azərbaycana etimadın da yüksək olduğunun bir göstəricisi deyilmi? Yəni, müzakirələrdə əlbəttə ki, iki tərəfli əməkdaşlıqdan danışılırsa, amma bu cür ayaqüstü görüşlər bizə həmçinin də başqa bir siqnallar, mesajlar da ötürür. Tamamilə doğrudur. Əslində, beynəlxalq münasibətlər sistemində tarixin bütün dövrlərində, hətta bu sistemin indiki təzahürləri ortada olmadığı bir zaman kəsiyində də şəxsi münasibətlər mühüm əhəmiyyətə